Salam, kanalıma xoş gəldiniz. Bu videomda sizlərlə bir pors xəmirlə 205 ədəd peçenyanın hazırlanmasını bölüşürəm. Çox ləzzətli alınır. Keçirəm peçenyanın hazırlanmasına. 150 qram çörək yağını qabın içərisinə əlavə edirəm. Üzərinə 1 stəkan şəkər tozu, 2 ədəd yumurtanı əlavə edib qarışdırıram. Yağı öncədən soyuducudan çıxartmışdım ki, qarışdırarkən rahat olsun. Bunlar bir-birinə qarışdıqdan sonra üzərinə 3 stəkan ələnmiş un əlavə edirəm. 1 ədəd şəkərli vanil, 1 çay qaşığı qabartma tozu əlavə edib qarışdırıram. Qeyd edim ki, 3 stəkan unu əlavə edərkən 3-cü stəkanı hissə-hissə əlavə edin ki, bəlkə ola bilsin sizdə biraz daha az apara bilər unu. Xəmir bu cür olduqdan sonra üzərinə damla şokoladı əlavə edib biraz qarışdırıram və xəmir artıq hazırdır. Mən xəmiri belə sıxma torbası ilə sıxacağım üçün əlavə edirəm içərisinə. Əgər siz istəsəniz xırda-xırda qaşıqla da əlavə edə bilərsiniz soba listinizə. Sıxma torbasının baş hissəsini belə kəsirəm. Yağlı kağız sərdiyim soba listinin içərisinə gördüyünüz bu şəkildə xırda-xırda xəmirdən əlavə edirəm. Ehtiyac yoxdur, amma istəsəniz xəmirinin üzərindən belə barmağınızla bastıra bilərsiniz. Öncədən qızdırdığım 170 dərəcə sobaya qoyuram bişməyə. Tez bişir, nəzarətlə bişirin. Videonun başında qeyd etdiyim kimi bu reseptlə məndə 205 ədəd peçenya alınır. Siz də mütləq bu reseptlə peçenyalarınızı hazırlayıb nuş edin. Uşaqlarınız çox sevərək yeyəcəklər. Bu peçenyalar həm çayın, həm kofenin yanında çox ləzzətli alınır. Görürsünüz, çox kövrək, çox xırçıltılı peçenyalar alındı. Bu günlük də məndən bu qədər olsun dəyərli izləyicilər. Yeni video reseptlərlə görüşmək üzrə inşallah. Fikirlərinizi, suallarınızı şərhlər bölməsində gözləyəcəm. Sağlıqla qalın.